Bismillahirrahmanirrahim. Hicama həcc sözündən götürülüb emmə deməkdir. Peyğəmbər əleyhissalam Meyrac gedəndən sonra, gedib gələndən sonra belə bir hədis buyurmuşdur. Göyün bütün təbəqələrində mələklər mənə hicamə eləməyi məsləhət gördülər və ümmətimə də hicamə eləməyi məsləhət gördülər. Amma bir hədis-i şərifdə var ki, Peyğəmbər əleyhissalam buyurub ki, hicamə Cəbrail əleyhissalam tərəfindən hicaməni mənim ümmətimə əmr etməyi, hicamə etməyi əmr etdi şəklində söyləyirlər. Hicamə nədir? Bədənin ayrı-ayrı nöqtələrindən xüsusi bankalar vasitəsilə, həzəmət bankaları vasitəsilə qan götürülməsi deməkdir. Həmin nöqtələrdə ayrı-ayrı xəstəliklərin müalicəsində istifadə olunur. Hicama zamanı insan bədənində dəri altına yığılan və hərəkət məhdudluğu olan, hərəkəti az olan yerlərdə, qan damarlarının zəif inkişaf elədiyi yerlərdə qan yığılıb qalır. Həmin yığılmış, bu nöqtələrdə yığılıb qalmış qan hərəkət eləmədiyi üçün, oksigenlə zənginləşmədiyi üçün, mübadilə prosesi axıra qədər getmədiyi üçün həmin qanda orada zəhərli maddələr, toksinlər, şılaqlar, mikroblar, viruslar, göbələklər və s. insan bədəninə yad olan elementlər, insan bədəni üçün təhlükə törədən mikrob və viruslar, şılaqlar qalır və buradan bədən zəhərlənir. Bir balaca bunu kobud misal şəklində söylə, hamımız çay görmüş, axan çayı görmüşün. Axan çayın ortasında həmişə suyun sürəti yüksək olduğu üçün orada heç bir əlavə çörçüb qala bilmir, yığıntı qala bilmir. Amma çayın qıraqlarında isə həmişə görürsən ki, lillər qalır və həmin lillərin içərisində çörçüb yığışıb qalır. Həmin lillərin içərisində isə müxtəlif növ həşəratlar, zatlar inkişaf edir. İnsan bədəndə də ona bənzər bir xüsusiyyət var. Dəri altına yığılıb qalmış qan həmin bədəni başlayır, cild altı qan deyirlər, başlayır bədəni zəhərləməyə. Və alimlər öyrəniblər ki, hətta xərçəngin bəzi növləri, ümumiyyətlə bütün xəstəliklərin kötüyündə, mayəsində, qayəsində həmin yığılmış qalmış qan durur. Həmin qanı bədəndən təmizlənəndən sonra hamıza məlumdur ki, Peyğəmbər Allahın elçisidir, Allahın vəsisidir. Allahın elmi mütləq elm olduğu üçün Peyğəmbər əleyhissalamın da elmi mütləq elmdir. Yəni bu elə bir müalicə metodudur ki, burada heç bir əks göstəriş yoxdur. Eyni zamanda bu bizim ata-baba metodumuzdur. Vaxtilə babalarımız, dənələrimiz bu metoddan çox istifadə ediblər və həmişə də çox yaşayıblar. Düzgün, ildə 2-3 dəfə hicamə eləyən, beldən və bədənin ayrı-ayrı yerlərindən qan alan adamlarda xəstəliklər demək olar ki, olmuyor. İnsanlar daha uzun ömürlü olarlar, daha sağlam yaşayıblar, daha
iş qabiliyyətli, əmək qabiliyyətli, zehni qabiliyyətli olurlar. Siz təsəvvür edin. Deyək ki, bu müalicə metodu ilə 122 sistem xəstəliyi sağalıb. 122 sistem xəstəliyi sağalıb. Bütün növ dəri xəstəlikləri, bütün növ qan problemləri, bütün növ sklerotik proseslər, hətta Alzheimer xəstəliyi deyilən bir xəstəlik var. İnsanların yaş qocaldıqca ağır itir, şuur itir. O xəstəliyin müalicəsi burada var. Bütün dəri xəstəliklər, psoriaz, vitiligo və başqa növ xəstəliklərin müalicəsi burada vardır. Eyni zamanda bundan əlavə, burada qaraciyər xəstəlikləri, öd və böyrək xəstəlikləri, ürək qan damar sistemli xəstəlikləri hamılıqla bu metoddan müalicə olunur və xəstələr tam sağalırlar. Hicama prosesi, hicama növü ilə müalicə bir neçə etapdan ibarətdir. Birinci etapda xəstənin belinə həcəmət bankaları qoyulub, dəri altındakı qan müəyyən yerdə, deməli, müəyyən miqdar yığılır. İkinci etapda isə dəri altındakı həmin kupalar götürülüb, bankalar götürülüb, ora steril, yəni lezvalarla və həcəmət iynələri ilə deşilib, təzədən həcəmət kupaları həmin nahiyələrə qoyulur və xəstədən olan dəri altında, cilt altındakı o yığılmış, natəmiz, çirkli, pis qan oradan götürülür, təmizlənir. Ortalama bu proses yarım saat, 25 dəqiqə, 35 dəqiqə arasında qutarır. Xəstədə heç bir yan etki olmur. Ondan sonra steril şəkildə xəstənin belinə azonlaşdırılmış zeytun yağı çəkilir. Həmin azonlaşmış zeytun yağının hesabına dəri altında olan bu cızıqlar, dəridəki olan cızıqlar 2-3 gün müddətində tamamilə sağalır və heç bir iz də qalmır. Eyni zamanda bu müalicə metodu ibadətdir. Namaz qılmaq kimi, oruç tutmaq kimi, ziyarətlərə getmək kimi bir ibadət növüdür. Həcəmətin qoymağın bir neçə şərtləri vardır. Ən çox həcəmət profilaktik bədənin təmizlənməsi, sağlamlığı üçün verilirsə, yəni heç bir xəstəlik olmasa, həftənin və ayın günləri prosesi vardır, təqvim məsələsi vardır. Bütün müsəlman aylarının 5-dən 25-nə qədər həcəmət oluna bilər. Ən yaxşı gün isə həcəmət üçün müsəlman ayının 17, 19-u, 21-idir. Amma müəyyən xəstəliklərdə isə onun sağlamlığı ilə bağlı problemi varsa, o zaman heç bir gün və heç bir ay söhbəti ola bilməz. Xəstə həftənin istənilən günü, istənilən vaxtı xəstədən qan götürmək olar. Müqəddəs Ramazan ayında hicaməni axşam, iftardan sonra edirlər. Müqəddəs Məhərrəmlik ayında Aşura günləri daha yaxşı olar ki, hicamə eləyəsən. Və imamın 3-də, 40-sında, 7-sində, 40-da hicamə eləmək daha məqsədə uyğundur. Bunun dünyada ən çox inkişaf eləmiş yeri İranın Kirmanşah vilayətidir. Həmin Kirmanşahda ümumi dünya hicama mərkəzi yerləşir. Həmin mərkəzdə 500 min xəstəni hicama eləyiblər. 200-ə yaxın xəstəliklərin demək olar ki, tam və yaxud 70-80%
sağalmasına nail olub. Bunlar hansı xəstəliklərdir? Beyin xəstəlikləri, aterosklerozlar, işemiyalar, hipertoniyalar, ürək xəstəliyi, ürəyin işemiyası, stenokardiyalar, infarktların müalicəsi, onurğa sistemi xəstəliklərindən, osteoxondrozlar, sonrasında bel yırtıqlarında gözəl müalicəvi təsirə malikdir. Dəri xəstəliklərində, bütün dəri xəstəliklərin demək olar ki, hamısına öz müsbət təsirini göstərir. Sizə bir şey deyim, əlavə bir qeyd eləmək istəyirəm. Yer üzündə cəmi cümlətəni bir xəstəlik var, o da qan dövranının pozulmasıdır. Siz təsəvvür edin ki, bu eyni zamanda həm çirkli, natəmiz qanı götürür, həm də dəri altında yığıldığı üçün, damarları sıxdığı üçün qan dövranın pozur, damarı sıxır hesab elə. Haradasa xarici bir təsir nəticəsində bu damardır, bu damar sıxılır, qan işləmir bu damarda. Mexaniki şəkildə bu çirkli qan götürür, zəhər götürülür, damara olan təzyiq, damarın içərisində qan dövranı başlayır hərəkət eləmək. İki cür müalicəvi təsirə malikdir. Ən sadə, ən primitiv, ən yüngül metod da olmağına baxmır. İki cür müalicəvi təsirə malikdir. Və həmin xəstələr, gərik bütün növ dəri xəstəlikləri, ağciyər xəstələri, bronxial asmaları müalicəsidir. Bronxial asmaları çox gözəl müalicə edir. Böyrək xəstəliklər, böyrək daşı xəstəliklər. Mənim həyatım praktikamda olub, öd daşı xəstəliyində mən 2 dəfə icra eləmişəm. 2 dəfə. Xəstədə 20 mm olan daş gəlib 15 mm düşüb. Siz təsəvvür edin bu nə deməkdir? Bunun təbabatda heç bir analogu yoxdur. Böyrək xəstəlikləri zaman, pielonefritlərdə, glomerulonefritlərdə, bütün problemlərdə, eyni zamanda müalicəvi təsir və bundan savayda, üzr istəyirəm, deməli, cinsiyyət problemləri xəstəliklərində, prostatlarda, adenomalarda böyük müalicəvi təsirə malikdir. Aşağı ətraf xəstəliklərində, qan dövran pozğunlarında, varikoz genəlmələrdə, varislərdə, varis deyirlərmə, daha gözəl müalicəvi təsirə malikdir. Yəni, yan etkisi olmayan heç bir zadır. Ümumiyyətlə götürüləndə bunlar iki cür həcamət iki variantda gedirmək. Bir var gedir profilaktik məqsədlə, haçan götürülür, birincisi götürülür külək nahiyəsindən, birinci etapda. 5-7 gün arasında fasilədən sonra baş nahiyəsindən kafa həcəməti deyirlər türklər buna. Üçüncü seçenek bucaq həcəməti, əl ayaqdan götürülür. Bunlar sağlamlıqdır. Amma xəstəliklər zamanı isə bu proses 5-7 dəfə gedə bilər. 5-7 dəfə gedəndən sonra insanlar demək olar tam sağalırlar, xəstələr tam sağalırlar zaten. Ələl-xüsus beyin daxili təzyiqlərdə beyin kafa həcəməti çox gözəl təsir əməlidir. Davleniyalarsa təzyiq, yüksək arterial təzyiqlər zamanı kafa həcəməti qədər ikinci bəlkə də önəmli bir variant yoxdur. Biz müəyyən mənada şahidi olduğumuz kafa həcəməti elədik və xəstə nə qədər razılıqla özünü nə böyük bir razılıq hissi ilə bizim klinikamızı, bizim deməli kabinetimizi tərk elədi. Yəni bu hadisələr bir neçə dəfə olur. Diz oynaqlarında problemlər olanda, artroz, artritlər olanda, revmatik mənsəli problemlər, bütün infeksiyon mənşəli proseslər, gerpeslərdə bundan gözəl müalicə metodu yoxdur. Çox gözəl müalicə təsirinə malikdir. Bütün virus vəzədə, yəni bədənin qan dövranı bərpa edib, bədənin immunitetini qaldırıb və bədən. Siz baxın, bizə müəyyən miqdar qan götürür, siz təsəvvür edin. Hipotoniyalı olan xəstələrdə, təzyiq aşağı olan xəstələrdə təzyiq normallaşır. Qan azlıq olan xəstələrdə qan yaranma prosesi bərpa olunur. Siz təsəvvür edin, bu nə qədər üstün metodur. Yəni, bu Allahın buyurduğu, Allahın göstərdiyi müalicə metodu. Siz təsəvvür edin, 40 ilin həkimi, ali təhsilli həkim bunu gedib, könüllü şəkildə bunun mahiyyətini dərk edəndən sonra buna üstünlük verir. Bu müalicənin üstünlüğü deyilmi? Bu Allah Taala'nın elminin dəqiqliyi, üstünlüğü deyilmi? Budur. Və ona görə də müalicə effektini də indi mən də bu hörmətli xəstə də ikimiz də ibadət edirik. Bu ibadətdir eyni zamanda. Yəni burada qazanc iki tərəflidir. Həm bədən sağalır, həm ruh sağalır. Ruh xəstəliklər, hədsiz həyəcan, vəsvəsə.
Təsəvvür edin, Girvanşahda bunun lalların dilini açırlar bu xəstəliklə. Lalların dili açılır. Qorxaqların dili açılır. Epileptik xəstələr sağalır bundan. Yəni o qədər bu üstünlük. Yəni təbabətin girmədiyi bir saha yoxdur ki, burada kömək eləməz. Birinci dəfə deməli, dəri altında qan yığıldığı üçün sən kupa ilə dartırsan onu, orada müəyyən gərginlik yaranır. Müəyyən gərginlik yaranır. Həmin gərginlik xəstəyə əziyyət verir. Amma qanın çərtəndən sonra, qan çıxandan sonra dəri altında boşalır və xəstə boşalma hiss edir. O nöqteyə nəzərdən ikinci dəfə bunu dartırsan ki, daha çox sıxılsın, daha çox qan gəlsin orada. Mahiyyəti ondan ibarət, başqa bir şey deyil. Hicama bədənin müəyyən aktiv nöqtələrinə qoyulur. Həmin aktiv nöqtələrdə, həmin aktiv daha çox mübadilə prosesi getdiyi üçün, daha çox enerji axını olduğu üçün o nöqtələrə qoyulur. Bunlar bioloji aktiv nöqtələr sayılır eyni zamanda. Bu məsələn kifal nöqtəsidir, ürək nöqtəsidir. Bu ürək nöqtəsidir, bu qaraciyər nöqtəsidir. Bu isə bel nöqtəsidir. Yəni bütün onurğa sütununun ən aşağı nahiyəsində bu sistemin arasında qan dövranını bərpa edirsən, sürətləndirirsən, daha rahat olur, daha yaxşı olur. O nöqteyə nəzərdən bu proses belə aparılır. Birinci tarama həcamatı üçün 5, 6, 7 nöqtə. 5-10 nöqtəsi arasında, 5-10 nöqtə arasında götürür. Biz məsələn burada da qoya bilərdik, burada da qoya bilərdik. Sonrasına burada da qoya bilərdik, bu nöqtədə burada da qoya bilərdik. Amma daha önəmli, daha həyati vacib olan nöqtələr buralı olduğu üçün biz bunların üzərinə qoyduq və birinci növbədə xəstəyə daha yaxşı təsir eləsin, daha çox keyfiyyətli təsir eləsin. Əsas burada məqsəd xəstənin daha çox müalicəvi effekt almasıdır, daha çox müalicəvi xeyir görməsidir. Artıq hicama prosesinin son etapına keçirik. Yəni, son etapı, sonra qabaqki etapına keçirik. Buyurun. Dəri altına yığılan həmin o natəmiz çirkli qan. Onun içərisində olan zəhərlər, onun içərisində olan toksinlər və olan mikrob, virüs, göbələk, nə istəyirsən ad qoy yine. Dəri altına bayaq izahat verdiyim kimi bu yığılmış qan həm bədənin artıq yığılmış zəhəri, şılaqları, toksinlər sonrasına qanın zəhərlənmiş elementləri və orada mikrobun və virüsün inkişaf eləməsi üçün şərait olan oksigensiz mühit var. Həmin mühitdəki olan o qan götürüləndən sonra bədəndə başlayır qan dövranı öz hərəkət sürətini artırmağa. Qan başlayır işləmə, xəstə özündə yüngüllük hiss edir. Çox böyük yüngüllük və çox böyük dədisi. Ondan sonra son etapa keçirik. Son etap nədən ibarətdir burada? Deməli, həmin hicama olunmuş yerləri azonlaşmış zeytun yağı ilə bax belə təmizlənir. Yara orada dezinfeksiya olunur. Həm də ki, yaranın çərtilmiş o yerlərin tez bərpa olunması üçün şərait yaranır və onun da üstünə steril bint və yaxud steril materiallardan olan başqa vasilələrdən istifadə olunur. Məsləhətdir ki, hicamadan sonra bir sutka çimməsin xəstə.